Bismillahirrahmanirrahim. Elhamdülillahi'llezî cealena minel mutemessikîne bi vilayeti emiril müminin Ali ibn Abi Talib aleyhisselam. Həmd olsun Allaha ki, bizi Ali ibn Abi Talibin vilayətinə bağlananlardan etdi. Bəli, əziz izləyicilər, sizi bu möhtəşəm vilayət bayramı olan Qədirxum günündə salamlayıram və təbrik edirəm. İnşallah ki, həyatınızdan Allah və Əhl-i Beyt eşqi heç zaman əskik olmasın. Və sizə vədə vermişdim ki, bugün də xüsusi təbrik qaydası barəsində hədislərdə gələnləri qeyd edəcəm. İlk başda sizin hüzurunuza təqdim etdiyim məhz o zikir ki var idi. Elhamdülillahi'llezî cealena minel mutemessikîne bi vilayeti emiril müminin Ali ibn Abi Talib aleyhisselam məhz İmam Rıza əleyhissalamdandır. İmam Rıza əleyhissalam buyurur ki, bu əzəmətli Qədirxum bayramı günündə məhz bir-birinizi xüsusi şəkildə təbrik edin. Xüsusilə İmam buyurur ki, varlılar yoxsullara baş çəksinlər, varlılar yoxsulları təbrik etsinlər, qüdrəti olanlar qüdrətsizləri təbrik etsinlər və möminlər, müsəlmanlar bir-birlərini bu gündə gördükləri zaman birinci bu zikri vurğulasınlar, bu zikirlə bir-birlərini təbrik etsinlər və bir-birlərinin qəlblərini şad etsinlər. Qeyd etmişdim ki, ötən dəfə sizə bayram barəsində bir neçə nöqtəni çatdıracağım və Maidə surəsi 114-cü ayədə Hz. İsa aleyhissalamın duası qeyd olunur, istəyi qeyd olunur və orada Allah təbarək və Təala'dan İsa aleyhissalam bir süfrə istəyir, öz ümmətinin, öz səhabələrinin istəyi ilə bir süfrə istəyir və deyir ki, bu süfrə bizim sənə doğru qayıdışımız olsun və o süfrənin nazil olması ilə bərabər insanlar imana, Allaha imana doğru qayıdırlar və eyd sözü orada işlənir. Bilirik ki, ərəb dilində eyd, yəni bayram mənasındadır. Amma bu eyd əslində aud sözündən və qayıdış mənasındadır. Və həmin o qayıdış da Allaha doğru qayıtmağı nəzərdə tutulur. Necə ki, biz Ramazan ayında bir ay boyunca özümüzü, nəfsimizi islah edərək, ac, susuz qalaraq, günahlardan qorunaraq islah edir və fitrətimizə, pak fitrətimizə qayıdırıq. Necə ki, həcdə iştirak edən, həcc mərasimində iştirak edən şəxslər məhz Qurban bayramı günündə qurban kəsməklə Allaha doğru qayıdırlar və hər bir dünya şeylərindən uzaq şəkildə bu mərasimi keçirirlər. Bəs deməli, bu bayramda da, bu böyük gündə də vilayətlə, imamətlə Allaha doğru qayıdır insanlar. Yəni, öz imanlarını təkmilləşdirirlər. Necə ki, Maidə surəsi 3-cü ayədə də Allah təbarək və Təala buyurur ki, mən bugün sizə dininizi kamilləşdirdim. Və Peyğəmbərin, yəni hətta son həcci barəsində qeyd etmişdim ki, sizə bir neçə nöqtəni çatdıracağım. Bilirik ki, Zilhiccə ayının 18-ci günündə, yəni məhz bu gündə Qədirxum hadisəsi baş verir. Qədirxum əslində bir məkanın, Məkkə yaxınlığında olan bir məkanın adıdır və həcdən, yəni belə deyək ki, Peyğəmbərin son həccindən bir çox şeylər öyrədilir səhabələrə, insanlara, müsəlmanlara. Peyğəmbər son həccinə gedir və son həcdə həcc mərasimi ilə bağlı bir çox əhkamlar, fiqhləri öyrədir müsəlmanlara. Çünki Peyğəmbərin bütün addımını hər an izləyirlər və onun yəni etdiyi şeyləri, onun buyurduğu şeyləri istəyirlər ki, icra etsinlər. Və bu müsəlmanların öyrəndiyi və mühüm və önəmli olan şeylərdən biri də Allah tərəfindən həmin Qədirxum çölündə baş verir, Peyğəmbərin son vida həccində. Tarixi mənbələrdə qeyd olunur ki, bəzi mənbələrdə 17 min şəxs orada iştirak edirdi. Və bəzi mənbələrdə də qeyd olunur ki, 12 min şəxs və müxtəlif variantlar var. Bundan daha çox yəni olan variantlar da var ki, əsas mötəbər 17 min və 12 min şəxs qeyd olunur ki, orada iştirak edir həcc mərasimində və Peyğəmbərin ətrafında olur. Onlar bərabər şəkildə Mədinəyə qayıtmaq istəyəndə məhz Peyğəmbərə ayə nazil olur. Maidə surəsi 67-ci ayə, hansı ki, təbliğ ayəsi adı ilə biz bu ayəni tanıyırıq, məşhur və mərufdur. Və Allah Teala Peyğəmbərə buyurur ki, ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır.
Cəbrail əleyhissalamın vasitəsilə bu ayə nazil olur. Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır. Əgər bunu etməsən, elə bil ki, onun heç bir tapşırığını çatdırmamısan. Yəni, bugünə qədər ki, sən təbliğ eləmisən, sanki heç bir tapşırığını Allahın çatdırmamısan, əgər bunu çatdırmasan. Və sonra buyurur ki, Allah səni insanlardan, yəni insanların şərindən qoruyacaq. Ayədə başqa nöqtələr də var, lakin mən əsas lazım olan hissəsini qeyd edib nəzərinizə çatdırıram ki, məhz burada söhbət təfsirə də baxdığımız zaman vilayət məsələsindən gedir, yəni imamətdən gedir. Və həmin tarixi faktda qeyd olunur ki, 12.000 şəxs yazılı şəkildə, yəni bunu müşahidə etmişdi və Peyğəmbərin buyurduqlarını, Peyğəmbərin dediklərini qeyd edirdilər və insanlara çatdırmaq üçün yazılı şəklə, kətbi şəklə gətirirdilər. Hətta Peyğəmbər üçün orada bir minbər düzəldirlər, yəni dəvədən istifadə edərək minbər düzəldirlər. Həzrəti Əli əleyhissalama işarə olunur, Peyğəmbər əleyhissalamın əlini qaldırır. Yəni hamının bildiyi o tarixi hadisə baş verir ki, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır kəlmələrini məhz bu Qədirxum çölündə Peyğəmbər çatdırır və hətta Əli əleyhissalamın əlini qaldırdığı zaman buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Əli, yəni bu Əli, başqa Əli yox, bu Əli. Əli əleyhissalamın əlini qaldırır və işarə edir. Dəfələrlə, yəni o cəmdən toplanan şəxslərdən, həcc mərasimindən qayıdan həccilərdən soruşur ki, siz mənim səsimi eşidirsiniz, yəni yetişir səsim hər birinizə. Tarixdə bütün bu nüanslar, bütün bu nöqtələr qeyd olunubdur və insanlar da təsdiqləyirlər və hətta Əli əleyhissalamı bəxin deyərək təbrik edən şəxslərdən ən birinci şəxslər məhz birinci xəlifə ilə ikinci xəlifə olur ki, Əli əleyhissalamı təbrik etməyə gəlirlər və əl verib görüşürlər. Və hətta inşallah ki, gələcək proqramımızda yəni qadınların da beyyəti barəsində biz qeyd edəcəyik ki, hansı şəkildə beyyət etmişdilər. Amma gələk bugünün əzəməti barəsində görək nə qeyd olunub hədislərdə. Hədislərdə qeyd olunub ki, bugünün əzəməti barəsində 4 böyük bayram və gün var ki, qiyamət günündə xüsusi şəkildə Allah o günləri təqdim edəcək insanların huzuruna. Bu bayramlar cümə günü, Fitr bayramı günü, yəni Ramazan bayramı dediyimiz Fitr bayramı günü, Qurban bayramı və Qədirxum bayramı günüdür ki, bunların içində ən çox cilvələnən, ən çox nəzərə çarpan qiyamət günündə məhz Qədirxum günü olacaq. Yəni Qədirxum onların hamısından daha möhtəşəm şəkildə cilvələnəcək. Allah özü bunu bu şəkildə qərar verib, hədislərdə bu gəlir və bizim imamlarımızdan da sual edirlər, soruşurlar ki, bəs bu gün barəsində soruşurlar ki, Qədirxum günü barəsində qeyd etsinlər, onların nəzərinə çatdırsınlar. Və İmam Sadiqdən, İmam Rıza əleyhissalamdan, Peyğəmbərin özündən qeyd olunur ki, bu gün həqiqətən də çox möhtəşəm və əzəmətli gündür. Yevmullah deyirlər, yəni böyük, əzəmətli gün deyirlər buna, Allahın günü deyirlər və başqa bayramlardan daha üstün bir gün kimi də hətta təqdim olunubdur. Və qeyd etmək istəyirəm ki, İmam Sadiq əleyhissalamdan da biz görürük ki, İmam Sadiqdən soruşurlar ki, bəs müsəlmanlar üçün Fitr bayramından və Qurban bayramından daha möhtəşəm, daha əzəmətli bir bayram günü varmı? Və İmam Sadiq əleyhissalam vurğulayır ki, bəli var. Həmin gün Qədirxum günüdür. Və Peyğəmbərdən nəql olunan hədisdə qeyd olunur ki, Peyğəmbər buyurur ki, mənim ümmətimin ən əzəmətli bayramı, ən əzəmətli günü məhz Qədirxum günüdür. Yəni Qədirxum gününün önəmi barəsində çatdırılır. Bəs deməli, bu gündə həqiqətən də çox böyük bir Allahın nəzəri var ki, əziz izləyicilər, çalışaq bu günün səmərəsini, savabını əldən verməyək. Və mən dünən sizin nəzərinizə məhz ictimai əməlləri barəsində Qədirxumunu çatdırmışdım.
bayram dedikdə, eid dedikdə məhz Quran ayəsinə əsasən Maidə surəsi 114-cü ayədə qeyd olunur ki, qayıdış, yəni Allaha qayıdış. Yəni hər hansı bir şey ki, bizi Allaha daha yaxınlaşdıra bilər, Allahın razılığına səbəb ola bilər və insanların sevincinə səbəb ola bilər, hamısı Qədrxum bayramının əməlləri sırasında var. Və biz mütləq və mütləq şadlıq edərkən din və şəriət çərçivəsini mütləq nəzərə almalıyıq ki, Allahı narazı salmayaq bu gündə. Və xüsusi təbrik qaydasını biz ictimai əməllər sırasında nəzərinizə çatdırdıq. Başda qeyd etdik ki, xüsusi zikri var. İnsanlar, möminlər məhz günün özündə, bu gündə bir-birlərini gördüyü zaman və yaxud təbrik etdikləri zaman bu zikri mütləq desinlər. Və 12-ci nöqtə ailə üçün genişlik yaratmaq, yəni simiclik, xəsislik etməmək bu gündə. O işləri görmək ki, yəni hədisin təfsirində də qeyd olunub ki, o işləri görək ki, məsələn, elə bir xörəklər, elə bir təamlar və elə bir hədiyyələri təqdim edək ki, öz ailəmizə, hansı ki, adi günlərdə biz onu etmirik. Yəni, bu günün möhtəşəmliyini ailə üzvləri də hiss etsin. Əgər hər hansı bir şey, xörəkmi, şirniyyatmı, meyvəmi, biz onu gündəlik həyatımızda istifadə etmiriksə, xüsusi günlərdə istifadə ediriksə, o gün məhz bu gündür. Ailə üzvləri üçün bacardıqca əlimiz cibimizdə olsun inşallah və hər kimin ki ruzisində sıxıntısı var, böyük alimlərimiz qeyd edirlər ki, Həzrət Əli əleyhissalama təvəssül etsinlər ki, çox böyük təsiri var, məxsusən də bu gündə və il boyunca mütləq bu gün üçün və digər bayramlar üçün bizim proqramımız olmalıdır, planlaşdırmamız olmalıdır. 13-cü nöqtə ictimai nöqtələr və əməllər sırasında hədiyyə verməkdir. İmam Rıza əleyhissalam buyurur ki, şiələrin, ümumiyyətlə İmam Rızadan qeyd edirlər ki, İmam Rıza bu günə xüsusi önəm verirdi və xüsusi təam verirdi, iftar verirdi, sevindirirdi şəxsləri. Məxsusən də şiələri sevindirmək üçün onların hətta evlərinə, ailə üzvlərinə hədiyyələr göndərirdi. Yəni yemək, geyim, ayaqqabı kimi, hətta üzük kimi, yəni daş qaşı dəyərli olan əqiq kimi, gümüş kimi hər hansı bir üzük və aksesuarları göndərirdi möminlərin evlərinə və hətta onun evində iftar edən şəxslərin ailələrinə də meyvəmi, təammı göndərirdi ki, onlar da bu gündən istifadə etsinlər. Hətta hədislərdə gəlib ki, çalışın Qədrxum gününün savabını Allah Taala necə ki sizə nemət olaraq çox veribdi. Yəni o gündə ehsan etsəz, iftar versəz, nə qədər çox savabı varsa, siz də insanlara həmin gündə hədiyyə edin və hətta gedə bilməsəz evlərinə göndərin, qəlblərini şad edin inşallah. 14-cü nöqtə isə Əhl-i-Beytin düşmənləri ilə düşmənçilik, nifrət məsələsidir. Yəni təvəlla, təbərra məsələsidir ki, vacib əməllərdəndir və Əhl-i-Beytin düşmənlərinə nifrət bəsləmək nöqtəsini nəzərimizdən qaçırtmayaq. Yəni bu məsələdə məhz Əhl-i-Beyt düşmənlərini xaric edirik. Yəni Əhl-i-Beyt düşmənləri ilə bizim rəftarımız fərqlidir, vacibat sırasındadır. Hətta Tövbə surəsi 3-cü ayədə də bu məsələyə, təvəlla təbərra məsələsinə işarə olunubdur ki, tərcüməsinə müraciət edə bilərsiniz. Amma gələk indi ibadi əməllərə. İbadi əməllərdən bildiyiniz kimi Məfatihül Cinan kitabında bir çox şeylər qeyd olunubdur. Mən ən önəmlilərini qeyd etmək istəyirəm ki, günün xüsusi qüslu var ki, qüslunu vermək lazımdır və günün orucu var, orucun çox savabı var bu gündə. Oruç tutmaq çox yaxşıdır və xüsusi namazlar qeyd olunubdur dua kitablarında, Məfatihül Cinan kitabında məxsusən. Namazlardan mən sadəcə birini qeyd etmişəm ki, İmam Sadiq əleyhissalam həmişə zöhrdən yarım saat öncə bu namazı qüsl edərdi və qüsuldan sonra bu namazı mütləq zöhrdən öncə qılardı Qədrxum günündə. 2 rükətdir bu namaz. 2 rükətdir. Hər rükətdə də Həmd surəsindən sonra 10 dəfə Təvhid surəsi, yəni həmin bildiyimiz Qul Huvallah surəsi, 10 dəfə Ayətül Kürsünü və 10 dəfə də Qədr surəsini oxuyurdu. Sözsüz ki, namazın yəni salamından sonra müxtəlif dualar da təkid olunub, amma bu
vacib deyil, hətta namaz özü də müstəhəbdir, amma yaxşıdır ki, biz bu gündə ibadi məsələlərdən də uzaq qalmayaq, kənar qalmayaq və bu günün xüsusi ziyarətləri var ki, təkid olunubdur. Bu ziyarətlərdən ən məşhuru və mərufu da Əminillah ziyarətidir ki, İmam Əli əleyhissalamla bağlı olan bir ziyarətdir. Yaxşı olar ki, bu ziyarət oxunsun. Əgər hər kim, məsələn, Kərbəlada olsa, Məşəddə olsa, Qum şəhərində yaşasa, yaxşı olar ki, orada olan məsumların ziyarətində huzuri şəkildə iştirak etsin və yaxud mümkün deyilsə imamzadələrə getmək olar həmin gündə. Ziyarətin çox savabı var bu günlərdə, amma uzaqdan ziyarət də etmək olar. Dualar və zikirlər tövsiyə olunubdur. Zikirlərin sırasında ən çox təkid olunan həmin salavat, bildiyimiz adi salavat zikridir ki, Peyğəmbər və onun əhl-i beytinə salavat hədiyyə etməyin böyük savabı var bu gündə. Və nüdbə duasının oxunan günlərindən biridir və nüdbə duası da bilirik ki, 4 əsas günlərdə və cümə günlərində, yəni biri cümə günüdür ki, cümə günlərinin səhərlərində oxunur və gün çıxan vaxtı, sübh namazından ta gün çıxana qədər oxunması müstəhəbdir. Nüdbə duasında bildiyimiz kimi tərcüməsinə də mən tövsiyə edərdim ki, müraciət edəsiniz. Məhz orada ayə və hədislər var. Məhz İmam Əli əleyhissalam barəsində Peyğəmbərin buyurduğu hədislər həmin bu duada qeyd olunubdur. Cami Kəbirə duası ziyarəti var ki, çox gözəl ziyarətdir və orada Əhl-i Beytin məqamı tanıtdırılır deyə yaxşı olar ki, tərcüməsinə müraciət edəsiniz həmin bu gündə. Bu günün özəl və xüsusi əməllərindən biri də qardaşlıq peymanıdır. Yəni bu gündə insanlar bir-biri ilə qardaşlıq siğəsi oxuyaraq qardaşlıq peymanı bağlayarlar. Əlbəttə diqqət etməliyik ki, kiminlə qardaşlıq peymanı bağlayırıq? Çünki dünya və axirətimizə təsiri var. Yəni dünya və axirətdə bir-birlərinə yardımcı olacaqlarına sanki söz verirlər, ta axirətə qədər bir-birləri ilə dost və qardaşlıq mövqeyyətində olacaqlarına sanki vədə verirlər. Bunun xüsusi duası da var. İstəsəz dua kitablarına müraciət edə bilərsiniz və axirətdə də əgər yaxşı bir məqamda olsalar, bir-birlərinə şəfaət edəcəklərinə söz və vədə verirlər. İnşallah ki, Allah təbarək və Teala bizi bu günün savabından binəsib etməsin və əgər hər hansı bir nöqtələri bilmirdiksə, bundan sonra bilirik və nəzərinizə çatdırım ki, bu günün qeyd olunmayan, yəni Əhl-i Beyt tərəfindən qeyd olunmayan, amma Əhl-i Beytin özündən əməldə gördüyümüz, əməli surətdə gördüyümüz, məhz İmam Rızadan xüsusilə gördüyümüz əməl, bəxş etmək, hədiyyə vermək məsələsi var ki, bugün bəzi müsəlman ölkələrində hətta bu kağız üzərində qeyd olunmasa da seyidlərdən hədiyyə alırlar. Mən düşünürəm ki, məhz bu adət-ənənə məhz elə İmam Rızadan bizə gəlib çatıbdır. İmamlarımız məhz bu gündə şiələrə lütf edərdilər və seyidlər də məhz Peyğəmbər və Əhl-i Beytin qanından olduqları üçün seyidlərin yəni yanına, xidmətinə yetişmək adətdir bəzi ölkələrdə və onlar adi olan şəxslərə, yəni Bəni Haşimdən olmayan kəslərə hədiyyə etmək sanki boyunlarınadır və böyük sevincli gündə həmişə seyidlərdən bu günlərdə təbərrük alarlar. Əgər biz hansısa nöqtələri bilmirdiksə, artıq bunun üçün proqramımız var. Bunu sabahki gündə də davam etdirə bilərik və bəzi ölkələrdə, müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə şiələr xüsusilə bu bayramı bayramdan sonra da 3 gün hətta qeyd edirlər və bir-birlərinə ehsan edirlər. Bu gün inşallah ki, sizə mübarək olsun. Allah bu günün əzəmətini, bu günün haqqını tanıyanlardan bizi qərar versin inşallah. Sizə xoş bayramlar, xoş günlər arzulayıram. Allah can sağlığı, bərəkətli ömür və bol ruzi əta eləsin inşallah. Sağ olun, sabahki gündə görüşmək ümidi ilə.